Əliyev. Lənkəranın əmləsi başlamalıdır. Kamran Qurbətov cinayət çevirdi. Elgün Abbaslı topladı. Mir Mehdi Rızayev. Rızayev bir qədər gözlədi. Mir Mehdi. Rızayevin zərbəsi uğurlu alınmadı. Elzan Sarıyev ötürməyə başladı. Amma ayaqla top oyuna daxil edilmədi. Ədalət təmsilçisi Fəqan Kərimov bunu xatırlatmasını edirdi. Peşəkar hakim, təcrübəli hakim, onsuz da vurğu edək. Hər zaman qəti və dəqiq qərarlarla fərqlənib. Bu görüşdə də məhz ədaləti o qoruyacaq, ədaləti o bərqərar edəcək. Elzan Sarıyev Sinan doğru ötürməsi, Notar Məmmədov Nizat Məhərrəmov pressing edirdi. Tən oyunun maçın adamı seçilmişdi məhz. Nizat Məhərrəmov. İsmail Gevrendilə müdaxilə qayda pozunsudur Kənan İbişov. Və sarı vərəqə bir qədər əvvəl meydana daxil olmuşdu. Görüşdəki ilk rəsmi xəbərdarlıq Kənan İbişova göstərildi. Rəqib artıq onu keçirdi. Tuz saxlamaqla rəqibini qarşısını kəsir. Premier Liqanın yaz mövsümündə 20 yanvar Asfar Arenada turun mərkəzi görüşü. İkinci yerlərin dueli Lənkəran və Sumqayıt kollektivləri üzləşir. Notar Məmmədov. Zəngin karyeraya malikdir Notar Məmmədov. Bu arada təhlükəli gətirlər Elzan Sarıyev. Kamran Qurbətov alınmadı. Notar həqiqətən də təcrübəli oyunçudur. Kifayət qədər karyerası zəngindir. Və o karyerasını, o zənginliyini, o təcrübəsini hal-hazırda oyunçular yetişdirərək, futbolçular yetişdirərək ölkəsinə töhfə verir. Qurbətov gəlişinə zərbə endirdi, alınmadı. Elzan Sarıyev. Görüşdə Tilsim nə zaman qırılacaq artıq? İlk dilimi gerdə qoyduq. İlk 10 dəqiqə gerdə qaldı. 20 yanvar Asfar Arenada. Qol yoxdur. Qapının kilidi ələk açılmayıb. Tilsim qırılmayıb görüşdə. Mir Mehdi Rızayev. Qarşısında İmam Əli Nağıyev var. Mir Mehdi bir qədər göz gəzdirdi. Diaqala doğru. Elgün Abbaslı. Mən onun şəfada da oyunlarını çox şərh etmişəm. İkinci liqada şəfada çıxışı ilə, inanılmaz çıxışı ilə fərqlənib Elgün Abbaslı. Hazırda regionun finalçısı Zəngəzurun şərəfini qoruyur. Elzan Sarıyev, Nizat Məhərrəmov, Anar Əməzadə, daban ötürməsi. Vəlizadəyə çatmadı Mir Mehdi Rızayevlə. Lənkəranın yeni dalğası, yeni əmləsi. Mir Mehdi, ötürmə qarışıq zərbədir bu. Uğurlu alınmadı. Elzan Sarıyevin də göz gəzdirdi. Nizat Məhərrəmov öndə pressing edir Lənkəranın. Nə az nə çox 4 oyuncusu meydanın rəqib aid olan hissəsindədir. Təşəbbüs ələ keçirmək istəyirlər. Topun nəzarətini özlərində saxlamaq istəyirlər. Qurbətov. Senator ötürmə. Notar mərkəzdə sevirdi. Kamran Qurbətov. Elgün. Kim Vəlizadə. Nizat Məhərrəmov. Bir qədər ara ötürməsi. Minnətdaram bəyənənlər. Artıq 4600 ekran bəyənməmiz var. Onu 10.000 edək sonra deyənəm. Zəhmət olmasa. Bir də qeyd edə 20 yanvar Asfar Arenada. Suallarınız olursa çəkinmədən yazın. Amma ekran bəyənməmizi unutmayaq. 20 yanvar Asfar Arenada Premier Liqanın yaz mövsümü. 7-ci turun mərkəzi görüşü. Minnətdaram, var olun. Vahid lider statusunu kim qazanacaq? Əsas suallardan biri budur. Hər iki komandanın 6 tur sonra xalı bərabərdir. Hər iki tərəf məğlub olmayıb. Elgün Abbaslı. Alt yeni etirməlidir. Önü bağlı olduğu üçün bir qədər geri qayıtdı. Təbii ki, adətən belə ötürmələr bir qədər də rəqiblərin üzərlərində çəkərək müdafiədə boşluqlar tapmaq yönümlü olur. Məhəmməd Əliyevini bir qədər ayaq saxladı. Göz gəzdirdi, görə kim ilə oynayacaq. Oyuncular daim hərəkətdədir. Tez-tezə yer dəyişməkdirlər. Lənkəran əmləsi qurulmalıdır. Kamran Qurbətov.
Sumqayıt tərəfi öndə təzyiq etməklə etməmək arasında qalıb. Bir qədər rəqibə cəhd qurmağa imkan verirlər. Məhəmmədin zərbəsi Elcan Sarıyev. Bir qapıda digər qapıya da zərbə endirə bilərdi. Sarıyev son anda bu fikrindən daşındı. Özü daşıdı. Elcan Sarıyev. Elcan! Zərbə sırasında bir qədər də büdrəmişdi. Onun zərbəsinə bir qədər mane oldu Elgün Abbaslı ilə. Lənkəran əmləsi başlayır. Möhtəşəm bir tempi şahidi. Sanki Erləndiyə qarşılaşmaya bir o qədər də temp qatır. Elgün yerlə zərbə. Elgün Abbaslı. Qalazov. Yarışda tilsimi qırdı. Lənkəran 10 nömrəli oyuncusu, oyun qurucusu Elgün Abbaslı. Qapının kilitini açır. Həqiqətən də ağıllı bir zərbə idi. Elcan Sarıyev mənim kimi seyr etməklə qalır. Heç nə bilmədi bu zərbə qarşısında. İlmiya Varasvar arenada tilsim qırıldı. Elgün Abbaslı qapının kilitini açsın. Bu bizi daha templi, daha məhsuldar oyuna daşıyır. Artıq Lənkəran təmsilçisi minimal hesablı öndədir Sumqayıt önündə. Görəndi. Sumqayıtın buna cavabı olacaqmı? Yoxsa bir tərəfli qolların mı şahid olacaq? Təbii ki, Lənkəran fərqi işə yüksəldərək daha rahat mübarizə aparmaq istəyəcək. Sumqayıt isə comeback üçün, geri dönüş üçün ilk öncə bərabərlik qolunu tapmalıdır. Fəqən Kərimov qapıdan zərbəni işarə edir Sumqayıt tərəfi. Bu qərardan çox da razı görünmədi. Notar Məmmədovla Həmlə başlamalıdır. Mirmehdi Rızayev. Ötürmək istəyib. Kamran Qürbətov. Nicat Məhərrəmov. Zina doğru ötürmə. İbişov. Kənan İbişovun ötürməsidir. Keçmədi. Elgün Abbaslı. Meydandakı yeganə qolun müəllifi. Məhəmməd Əliyev. Artıq qoldan sonra Sumqayıt bir qədər öndə pressing etmək istəyir. Təzyiq etmək istəyir Məhəmməd Əliyev. Ötürmədə səhvə yol verdi Anar. İmam Əli Nağev. Zina doğru. Kənan İbişov. Anar eyni səmtdə özünü göstərdi. Diyan qalan doğru ötürmədə bu. İlkin Vəlizadə. Qürbətovla mübarizə aparır Kamran Qürbətov. Bu arada Lənkəran bir əvəz etmə var Məhəmməd. Məmmədov meydana daxil olub. Qürbətov müdafiədə keçilməzdir. 20 yanvar Asvar Arenada artıq 16 dəqiqəni gerdə qoyurub. Premier Liqanın yaz mövsümü 7-ci tur. Turun mərkəzi görüşü. Liderlərin mübarizəsi. Birinci, ikinci yerlərin dueli. Və bu arenada 20 yanvar Asvar Arenada Lənkəran minimal hesab üstünlüyü var. Sumqayıt önündə. Out. İcat Məhərrəmov. Deyəqana doğru ötümə İlkin Vəlizadə. Zərbə imkanı axtarırdı Nodar. Ona keçid vermədi. Məhəmməd Əliyev. Kifayət qədər bu görüşü izləyən azərkeş də var. Həm TikTok canlı yayın vasitəsilə, həm də meydan boyu yetərsək azərkeş kütləsi belə bir maraqlı mübarizəni saat 22:30 olmasına baxmayaraq canlı olaraq meydanda izləyir. Bir qədər də ölkəmizdə futbol olan marağı özündə etiva edir Məhəmməd Əliyev. Bu cəhət hərəkətləndirirlər. Mirmehdi Rızayev bir qədər elədi. Mirmehdi ötürməsi Məhəmməd. Səmti dəyişmək istədi. İndirilen zərbə və gol! Notar Məmmədov. Gözəl qurulmuş, müfəssəl qurulmuş bir əmlə idi bu. Mirmehdi Rızayev başlatdı. Məhəmmədin məhsullar ötürməsində Notar Məmmədov hesab arasındakı fərqi 2-yə yüksəldir. 2 cavabsız gol. Lənkəran 2-0 hesabı ilə öndədir. Leon Sumqayıt önündə. Texniki zonaya nəzər yetirirəm. Oyunu dəyişə biləcək. Meydana daxil ola biləcək. Heç kəsi görmürəm.
Nihat Ağayevin zədə edilməsi həqiqətən də komanda üçün çox pis oldu. Komandanın qol silahlarından biridir. Aparıcı oyuncularından biriydi. Çiynindən biri zədə aldı. Meydanı tərk etdi. Və komandanı bir qədər çətin vəziyyətə qoydu. Bəli, kubok medalları və pul mükafatı. Notar Məmmədov. Mirmət Rzayev. Mehmet Aliyev yenə möhtəşəm ötürmələrlə topu müdafiədən çıxardılar. Oradan Ənkar adətinə bir əvəz etmə var. İndi bir qədər bəhs edəcəm. Mirmət Rzayev. Qürbətov. İzzat Məhərəmov qayda pozulub. Bu arada Nurlan Quliyev meydanda daxil oldu Ənkar heyətində. Əvəzlən oyunçu Məhəmməddir. Elcan Sarıyev. Ahmet Məmmədov əvəzlənib. Nurlan Quliyev ondan əvəzinə meydandadır. Elcan Sarıyev. Sarıyev. Mirmət Rzayev. Elcan Sarıyevdə qaldı. Görüşdə 20-ci dəqiqəyə daxil oluruq. İlk hissədə son 5 dəqiqə. Fasilədən öncə hesabda dəyişiklik olacaqmı? Kamran Qürbətov. Ötürməsi Elgün oynadı. Abbaslı. Ramit Elgün direkt etdi. Elgün Abbaslı. İkin Vəlizadə. Qolların bir nəfəsi çıxmaq olar. Vəlizadə yerdə qaldı. Ənkərmur. Korner işarədir. Gücdən zərbə. Elcan Sarıyev. İmam Əli Ağayev rəqibin qarşısını kəsməyi bacardı. İcat Məhərrəmov. Kənan İbişov. Ötürmə. Kesmədi. Out. İmam Əliyev. Bildirəm ki, burada çərçivəni nişan almışdım. Bir xeyli qapının üzərinə meydanı tərk etdi. Məhəmməd. Gərək 2 milyon oynayacaq vaxtı onu sürvəliyir. Bir qədər tələsməlidir. Mirmət Rzayev. Davan ötürməsi. Qürbətov onu aldı. Kamran Qürbətov. Yayındı rəqibindən. Ötürmə. Elcan Sarıyevdə qaldı. Sarıyev. Düşüncə yaxşı ötürmə qeyr dəqiq. At yerinə itilməlidir. Məhəmməd Əliyev, Cina doğru, Qürbətov, mərkəzdə Mirmət özünü göstərdi. Elgün Abbaslı. Elgün, Anar Əhmədzadə rəqibi təqib edirdi. Diaqana doğru Sarıyev. Qapısını tərk edir, sanki ötürməni. Oxudu. Nadar. Elcan qapısından qayıdır artıq Mirmət Rzayev. İzzət Məhərrəmov. Topu meydandan çıxardı. Mirmət geri ötürməm. Nadar. Cina doğru ötürmə. Qürbətov. Mirmət özünü göstərmişdi, amma görmədi onu. Məhəmməd Əliyev. Elcan Sarıyev. Vaxt tükənir artıq ilk hissədə. Son 3 dəqiqə. Endirilən zərbə. Mirmət Rzayev idi bu. İşinin zərbə indirdi. İkinci qolda əsas pay sahiblərindən biri idi Mirmət Rzayev. Həmləni o başlatmışdı Məmmədovun məhsultar ötürməsindən Nodar Məmmədov. Top qapıdan keçirmişdi. Yeri gəlmişdən xatırladaq ki, görüşdə hesabı Elgün Abbaslı açıb. Rzayev, Lənkəranın yenəmləsi. Ötürmə keçmədi. Anar Əhmədzadə. Cina doğru ötürmə. Qürbətov oradan icatı qabaqladı. Qürbətov! Kamran Qürbətov! Cina nişan aldı, dəqiq zərbə. Sarıyev acizdir bu zərbə qarşısında. 3-0.
gözəl əmlə. Görünür ki, bu oyuna xüsusən hazırlaşıb Lənkəran tərəfi. Lənkəran 3, Sumqayıt 0. Daha bir top itkisi. Mirmehdi. Qapı boşda Mirmehdi Rızayev. Qarşısı tam mövqe tutmamışdı Qırbətov. Amma Məlin Ağayev də qarşısını kəsən Kənan İbişov. İbişov. Dirəqindən yayınsa da davamı gəlmədi. İkisi də artıq son zətlərdir, son epizodlardır. Kəmran Quliyev. Daha doğrusu Nurlan Quliyev səhvini düzəldi. Elgün Abbaslı. Elgün. Alt yerinə itirilməlidir. Elgün. Mirmehdi ilə oynadı. İlkin Vəlizadə rəqibini təqib edir. Referi qayda pozuntusu qeydə aldı. Mirmehdiyə qarşı qayda pozulmuşdu. Elgün Abbaslı topun arxasına birbaşa çərçivəyə də istiqamətləndirə bilər topu. Bizim Sarıyev bir nəfərdən ibarət canlı səd hissədir. Elgün çərçivəyə baxış atdı. Görə ev tapşırımı yoxsa qapıya zərbəmi gəlir. Elgün canlı sədə deyil. Elcan Sarıyev mənimsədir. İtirmədə səhvə yol verdilər. Dəqiq ötürmə deyildi. Kənan İbişov, orada Lənkəran oyuncuları bir-birlərini başa düşmədilər. Anar Əhməzadə. Orada dəhlizdən bir oyuncu görürəm. Məhz ilerləyən dəqiqələrdə Lənkəran, daha doğrusu Sumqayıt adına belə vəziyyətmənə şahid ola bilərik. Əksiz olmaz səy göstərəcəklər Elgün. Elgün Abbaslı ötürmə. Nurlan qapçı ilə birə-birdir. Sağ ayağını aldı. Artıq zərbə imkanı itirmişdi. Kör nöqtə idi. Mirmehdi Rızayev. Elgün topladı. Elgün. Amma Məlin Ağayev zərbəni qarşısını kəsməyə bacardı. Vəlizadə sıyrılır rəqibinə. İlkin Vəlizadə. İlkin yerlə zərbə. Mirmehdi zərbəni qarşısını kəsir. Out. Anar. Notar Məmmədov rəqibini qabaqladı orada. Kənan İbişovun müdaxiləsi. Kəmran Quliyev. Notar Məmmədov. Nurlan Quliyev. Mirmehdi Rızayev. Artıq vaxtda tükənib gözlər ədalət təmsilçisində. Görə Fəqan Kərimov ilk hissəni nə zaman bitirəcək? Sanki səsimi eşitdi və bu cəhdlə də ilk hissə bitirir. Lənkəran fasiləyə 3-0 hesabı önündə yollanır. Rəqib Sumqayıt önündə. Heç yer ayrılmırıq. Fasilədən sonra yenidən bir yerdəyik. Bir də hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. İkincisi də yenidən bir yerdəyik. Bir daha xatırladaq. 20 yanvar Asfar Arenada Premier Liqanın yaz mövsümü. 7-ci tur oynanılır. Turun son görüşü. Turun mərkəzi görüşü. Birinci, ikinci yerlərin dueli. Vahid lider statusuna kim yerlənəcək? Lənkəran yoxsa Sumqayıt? 6 tur sonra 4 qələbə, 2 bərabərliklə ötən turları geridə qoyub hər iki tərəf 14 xal toplama bacarıb, səhvimi düzəldi. Fasilə Lənkəran 3-0 hesabı önündə yollandı. Sumqayıt təmsilçisi önündə. Görə ikincisi də bizi nə gözləyir? Təbii ki, əsas məqamlardan biri məşqçilərin fasilədə etdiyi məşvərət, söhbət. İkincisi necə yansıyacaq? Ələxüsus, əlqərəz. Hesabda necə öz əksini tapacaq? Sumqayıtdan comeback mi izləyəcək, yoxsa Lənkəran üstünlüyünü bir qədər də mi artıracaq? Hər iki tərəfdə vəziyyətmələr də var. Bir qədər də bu haqda bəhs edəcəm. Hansı ki, Lənkəran'da Toğrul Hacıyev meydanda görür. 4 nömrəli forma ilə meydandadır. Leon Sumqayıtda da bir oyuncu dəyişikliyi var. Həmçinin Nihat Ağayev ilk hissədə zədələnmişdi. Kənan İbişov onun yarımçıq qalan mübarizəsini davam etdirdi. Elcan Sarıyev dirək. Sumqayıtın oyundakı ən real gol epizodlarını birini izlədik. Məhəmmədi meydanda görürəm. Leon Sumqayıt adına 7 nömrəli forma ilə çıxış edir. Bu arada Lənkəranda daha bir əvəziyyətmə var. Alim Qafarovdur bu. Sözü gedən oyuncu. Meydana yeni daxil olub. Zərbəni də oynadırmışdı, alınmadı. Bu arada Elgün Abbaslı görüşdə tilsimi qırmışdı. Daha sonra Notar Məmmədov təklənmişdi.
Torlacev qapısı ilə birə-birdir. Ötürmə. Buradan zərbə İsmailovdan. İmam Əli Nağıyev orada itiraz edir. Əlzibə getdi. Rəsmi xəbərdarlıq olacaq. Leon Sumqayıt oyuncusuna İmam Əli Nağıyev sarı vərəqə görür. Sərt etirazlara görə vara baxılacaq, bəli, vara baxılacaq. Referi vara baxdı. Gol qeydə alınmır, qayda pozusu qeydə aldı. Gol ləğv olundu. Həqiqətən də vara baxdıqda görürük ki, geridən bir müdaxilə vardı. Ayağa bir müdaxilə var idi. Var epizoduna siz də baxmaq istəyirsinizsə, Premier Liqanın YouTube kanalına abunə olub, bu görüş 1 saat sonra YouTube kanalında olacaq. Orada var epizodu tam aşikar şəkildə nümayiş etdiriləcək. Siz də qərarınızı orada qeyd edə bilərsiniz. Ezan Sarıyev topun arxasında qol-kiper zərbəni indirəcək. 2 nəfərin ibarət Canlı Sət var. Sarıyev, Canlı Səti yara bilmədi. Orada daha bir əvəziyyətmə var. Leon Sumqayıtın heyətində. Murad Hüseynov meydan daxil 11 nömrəli formayla çıxır. Hətta qol epizoduna referiyə etiraz etdiyi üçün o da sarı vərəqə gördü. Və İmam Əli Nağıyev də sarı vərəqə görmüşdü. İsmailov itirdi topu, Murad Hüseynov qazandı. İmam Əli Nağıyev, Nicat Məhərrəmov tələssi ötürmə verməyə. İsmail Məhəmməd. Alim Qafarlı. Fərid Salov. Lənkəranın kapitanı. Təcrübəli kapitan. Müdafiəçi qismində yer alır. Elcan Sarıyev. Zənimcə Sumqayıt təmsilçisindən gələcək bir qol digər qollara müjdə ola bilər. Onlar tesimi qırsalar, qolun ardı da gələ bilər. Təbii ki, boyuzunu doğrulacaqmı? Bunu irəliləyən dəqiqələrdə görəcək. Ötürmə bir qədər qısa qaldı. Son şansı. Məhəmməd Tinata Torlacev özünü göstərdi. Alim də həmləyə qatılmışdı. Alim Qafarlı. Elcan Sarıyev yerindədir. Alim ötürmə. Allah keçid verilmədi. İmam Əli Nağıyevin müdaxiləsi var idi. İndirilən zərbə. Məhəmmədin zərbəsi də alınmadı. Korner götürmə ilə başladılar. Nicat! Rəqiblərin arasına sıxı zərbə indirdi. Top qapının üzərinə meydan təbrik edir. Bu arada Lənkəran heyətində vəziyyətimə baş tutdu. Nurlan Quleviyen də meydana qayıtdı. İsmail əvəzləndi. Həmçinin Kamran Qürbətov da meydandadır artıq. Ösə deyəsə Məhəmməd əvəzlədi. Elcan Sarıyev. İlkin Vəlizadə. Elcan Sarıyev. Təzyiq var Toğruldan. Sarıyev. Solda cəmlə. Riskli və soyuqqanlıydı. İmam Əli Nağıyev bir qədər göz gəzdirdi. Murad Hüseynov bir qədər mərkəzə çəkildi. Murad Daban ötürməsi. Əhmədlə bir qədər bir-birlərini başa düşmədilər. Fərid Salov müdaxiləsi vardı. Sumqayıtın. Murad. Nicat Məhərrəmov bir-birlərini başa düşməkdə çətinlik çəkir bu dəqiqələrdə. Sumqayıt təmsilçisi bəlkə də bir qədər tələsirlər. Tələskənlik özü ilə birgə. Topu dizi gətirir. 20-yə var Asfar Arenada Premier Liqanın yaz mövsümü 7-ci tur. Lənkəran və Leon Sumqayıt oyununda bir yerdə turun mərkəzi görüşü.
liderlərin görüşü. Sərbə zərbə olmalıdır. Standart vəziyyəti izləyək. Məhəmməd Əliyev ətdən canlı sədd qurdu sanki önündə. Və Sumqayıt tərəfi bunu necə dəyərləndirəcək? Hər şey hazırdır. Ən azı 2 toxunuş. Daban ötürməsi Nicat. Rəmov dəyərləndirə bilmədilər. Minnətdarım, var ol. Notar Məmmədov. İlkin Abbaslı. Kamran Qürbətov. İlkin Abbaslı. Görüşdə Tilsimo qırmışdı. İlkin Sarıyev. Möhtəşəm bir planjon. Elcan Sarıyevin ifasında. Bir gəlişinə zərbə oldu bir Mehdiyətəydi. İlkin yerlə zərbə və gol! İlkin Abbaslı. Olmazsa bu olsun dedim. Təkrar zərbədə top qapıdan keçir. Səhv etmirəmsə bir oyuncuya da dəymişdi top. Elcanı bu bir qədər çaşdırdı. 4-0. Hesabı qələbəyə doğru addımlamaq istəyir. Lənkəran. İlkin Abbaslı dublunu rəsmiləşdirdi. Komandasının 4-cü, özün 2-ci qolu. Nizat Məhərrəmov. İlkin Vəlizadə. Etirmədə səhvə yol verdi Nurlan Quliyevlə. Lənkəranı yenəmləsi Murad Hüseynov qayda pozulub. Muradın pasivində sarı vərəqə var. Odur ki, daha diqqətli, daha ehtiyatlı olmalı olacaq bir faul. Daha doğrusu edəcək bir kobudluq, sərt bir müdaxilə, onu ikinci sarı vərəqə görməsi deməkdir. İlkin Abbaslı topun arxasında bu bir qədər ev tapşırığına bənzəyir. Ötürməyə sünü verə bilərlər. İmam Əli Nağıyev qarşılamışdı. Qürbətov yerə dəydikdən sonra İmam Əli Nağıyevin önündə qaldı. Nağıyev! Məhəmməd Əliyevin toxunuşu var idi. Kornerdə bu, bəli. Ədalət təmsilçisi də mənimlə həmfikirdir. Nicat. Ötürmə keçmədi. Məhərrəmov. Nurlan Quliyev. Sanki bu ötürməni gözləyirdim. Yaxınla doğru ötürmə. Nurlan. Bir qədər ram etməyi də çətinlik çəkdi. Ardı da gəlmədi. Ekranımızı bir qədər bəyənək, zəhmət olmasa bəyənək və paylaşaq. Aşağıda darıcı göbürlərəm, bəyənənlər, minnətdarım. İlkin Vəlizadə qayda pozulsunub. Ədalət təmsilçisi epizodun bir neçə addımlığında Murad Hüseynov. Yerlə zərbə Məhəmməd və daha bir korner. Dəqiqələrdə vurulan qolların birinin əvəzinə çıxmaq istəyir Sumqayıt tərəfi. Tapan! Top qapıdan keçir. Anar Əhmədzadə. Məsələ bundan bəhs edirdim. Vurulan qolların birinin əvəzinə çıxıldı. Sanki mənim sözümü gözləyirdilər. Bu komandaya bir qədər inam, özgüvən gətirə bilər. Bir qədər mənim rəqsumdan, mənim durduğum nöqtədən görməkdə çətinlik çəkdim, amma əsas odur, nəticə hasil oldu. 1-4 Sumqayıt oyuna qaydırmıb. Sumqayıt 1, Lənkəran 4. Nicat Məhərrəmov. Qaldan sonra təzyiqi bir qədər də artırmaq istəyəcəklər. Təşəbbüsü bir qədər də ələ keçirmək istəyəcəklər. İndirilən zərbə. Anar Əhmədsadənin zərbəsi idi. Məhəmməd Əliyev ayıq sayıq davrandı, əla reaksiya. Elcan Sarıyev bəlkə də gözlətmədən zərbə indirsəydi. Fərqli senari. Nəticəni şahid ola bilərdi. Murad. Yerlə zərbə keçmədi. Nicat Məhərrəmov, Murad Hüseynov. Ardından millər keçmədi. Notar əksəmlə səy göstərəcək Lənkəran tərəfi. Qürbətov. Kamran Qürbətov ilk hissədə vurulan qolların birinin müəllifi oydu. İlkin Abbaslı.
Başağı salmaq istəyir. Lənkəran tərəfi. Məhəmməd Elgün Abbaslı. Sumqayıtda 4 nəfər öndə presing edir müdafiədən. Möhtəşəm çıxardılar topu. Natar, ötürmə, zərbə, Nurlan Quliyev. Bir əksinlə bir kontratak qolla nəticələnib. Natarın ötürməsində Nurlan Quliyev topu qapıdan keçirdi. 5-1 oldu. Çox sevinməyə imkan vermədilər. Rəqibin ümidlərini qırdılar mı? Murad Hüseynov. Köşdən zərbə. Nicat göz yazırdı Məhəmməd. Top əlindən buraxmışdı Elcan Sarıyev. Elgün təzyiq edir Elcan Sarıyev. Riskə getmədi. Top meydandan çıxardı. Elgün. Kamran Qürbətov. Zinə doğru ötürməm. Orada Mürvətlər Rızayevi qabaqladılar. Out. Anar Əhmədzadə. Murad Hüseynov. Yerlə zərbə keçmədi. Daha bir out. Lənkəran 5-1 hesablı öndədir. Sumqayıt önündə. White lider statusuna daha yaxındır. İmaməli Nağıyev və gol! İmaməli Nağıyev. Pasivində sarı vərəqə var idi. Aktivinə də gol yazdırdı. 2-5. Həqiqətən də turun mərkəzi görüşündə liderlərin mübarizəsində o qədər məhsuldarlıq gözləmirdim. Adətən belə görüşlərdə daha çox təmkinli, risksiz oyun izləyirik. Görüşün taleyini bir qol əllə edir. Amma bu görüşdə kifayət qədər həm tep, həm də qol var. Nə az nə çox ötən dəqiqələr ərzində 7 qol izləmişik. Və düşünürəm ki, bu hələ son deyil. İmaməli Nağıyev. Elcan Sarıyev. Qol vurmağa istəklidir Sarıyev. Amma Lənkəran tərəfi də bunu çox yaxşı bilir. Sarıyev yerlə zərbə keçmədi, qapı boşdur. Artıq risk almağa da başlayır. Sumqayıt tərəfi. İcat Məhərrəmov, ötürmə, Murad Hüseynov. Murad görə nə edəcək? İlkin Vəlizadə və korner. İcat Məhərrəmov. Əksizuma səy göstərəcəklər. İmaməli Nağıyev şığır rəqib üzərində top meydana çıxardı. Vara baxıldığı üçün nə qədər qaldığını mən bilmirəm. Əfsuslar olsun. Kamran Qürbətov. Kamran Qürbətov itirmədi. Yerində qayıdır rəqiblərində. Özü ilə birgə gətirdi. Nadar Məmmədov. Diaqalda bir ötürmə istəyən oyuncu var idi. Mirməhdi Rızayevdir bu. Mirməhdi ötürmə. Elgün. Elcan Sarıyev. Yaxşı oyun İlkin Vəlizadə olmuşdu. Murad Hüseynov. Əksən olacaq. Murad ötürməm. İlkin. Gözlətmədən çevirmək istədi. Nadar müdaxilə etdi. Out. Nadar Məmmədov. Elcanla oynadı. Sarıyev sevdiyi nöqtələrdir. İcat Məhərrəmov. Edən Elcanla oynaya bilər. İlkinlə oynadı. Vəlizadə. Elcan Sarıyev. Sinə doğru ötürmə. İmaməli Nağıyev. Ötürmə keçmədi. İsmail. İmaməlinin önündə qaldı. Rəqibi bir qədər müdafiə həbs edib. Sumqayıt tərəfi. Sarıyev. Məhəmməd uzandı. Qapçıların duel edib. Korner. Ötürməyə başla zərbə. Mirməhdi Rızayev idi bu. İmaməli Nağıyevin zərbəsində imkan verməyəm. Sarıyev. Top ayağına oturmadı. İstəyən Lənkəm alınmadı. Out. Out Lənkəranın. Tələsmək bir fikri yoxdur. Təbii ki, belə mübarizədə, belə tempiya tab gətirməyə həqiqətən də çətindir. Artıq oyuncularda yorğunluq da hiss olunur. Ekranımızı beğənənlər, minnətdarım, var olun.
Kamran Qürbətov. Qürbətov Anar Əməzad ilə mübarizə aparır. Sumqayıt adına ilk golun müəllifi olmuşdu Anar. Yer gəlmişə xatırladaq ki, görüşdə də tilsimi qırmışdı. Qapının kilidini açmışdı Elgün Abbaslı. Onun aktivində 2 gol var, dubl edib. İsmail texnikal oyuncusudur. Məhəmməd Əliyev alt yerinə itilməlidir. Kamran Qürbətov, Alim Qafarlı. Geri oturma Məhəmməd. Mirməkdə Rızayev. Bir qədər, bu dəqiqələrdə bir qədər aşağı inib. Elçi yerdə qaldı, Fəqan Kərimov. Qayda pozisiyasını qeydə aldı. Elçibə gedəcək, vərəq olacaq, vərəqənin rəngi. Bax, maraqlı sual budur. İnanmıram ki, birbaşa qırmızı olsun. Məncə sarı vərəqədir bu. Bəlkə də ədalət təmsilçisi məni də yanıltdı. Vara da baxıla bilər. Bəli, vara baxılacaq. Referi vara baxdı, Fəqan Kərimov. Elçibə getdi, bəli, vərəqənin rəngi dəyişdi. Məhəmməd Əliyev qırmızı vərəqə gördü. Məhz bundan bəhs edirdim. Potensial qırmızı vərəqə. Fəqan Kərimovun gördüyü baxış bucağından belə qeyd edək, sarı vərəqə olduğu aşikar idi. Məhz Fəqan Kərimov sarı vərəqə göstərəcəkdi. Etirazlardan sonra ədalət təmsilçisi Fəqan Kərimov vara baxdıqdan sonra vərəqənin rəngini dəyişdi. Məhəmməd Əliyev qırmızı vərəqə gördü. Bir nəfər azlıqda. Öndə olan Lənkəran tərəfi. Lənkəran ən azı 3 dəqiqə. Ən azı 3 dəqiqə. Bir nəfər azlıqdan mübarizə aparacaq. Görək, Sumqayıt bundan istifadə edə biləcəkmi? Onca vəzləndi. Digər gol kiper qapıya daxil oldu. Bu bir sualdı. Elçan Sarıyev. Referi davam dedi. Elçan Sarıyev. Cina doğru ötürmə. Murad Hüseynov. İlkin Vəlizadə. Muradlı oynadı. Əksizmdən istifadə etmək istəyir Mirməkdə Rızayev. Artıq yorulub. Elçan Sarıyev. Qabın yoldaşlarının hərəkətlənməsini istədi. Son dilimə Lənkəran 5-2 hesab ilə öndə yollanır. Leon Sumqayıt önündə Ramil Nağıyev. Topunda qaldığı üçün refer davam etdirir. İlkin Vəlizadə. İlkin. Təzyiq var orada. İsmail. Referi qayda pozunsa qeydə alır. Artıq vaxta tükənir.
rəqibin bir nəfər hazırda davam etməsindən hələ ki istifadə edə bilmir Sumqayıt təmsilçisi Nadar. Mirməkdə Rzayev hətta eksemlə isə göstərirlər. Qürbətov. Azan Sarıyevin müdaxiləsi. Korner. Belə dayan, belə çək. Sıra tıkatlar hamıyorum. Çıxart arxaya. Nadar. Ötürmə, Mirməkdə. Altıda bilmədi rəqibinə. İmam Əli Nağıyev. Out. Sumqayıtın. Elcan Sarıyev. Bir qədər daşıda Cinatdan Nicat Məhərrəmov özünü təklif edir. Elcan. Ötürmə, Anardı bu. Canan Qürbətov müdaxiləsi var. Anar. Nicat. Zərbə keçmədi. Murad Hüseynov. Murad zərbə. Alınmadı. İbişov. Qapıdan zərbə. Sal bir qədər uzaqlaşdırmaq həmləsidir. Tərçənd qapçıoğlu yerində olmadığı üçün qapıdan digər qapıya da zərbədir. Bu arada son həmlələr, son cəhdlər. Bununla da yekunlaşacaq. Wide lider statusuna Lənkəran yüksələcək. Artıq onları qələbədən wide lider statusuna saniyələr ayırır. Kenan İbişov. Murad Hüseynov. Ötürməsi keçmədi. Mirməkdə Rzayev. Altara doğru ötürmək. Kenan İbişov. Murad Hüseynov. Murad Mirməkdə ilə mübarizə aparır. Yerdə qaldı. Hakim üstünə buraxdı. İlkin Vəlizadə. Referi qarşılaşmanı bitirdi. Görüşün son həmləsi, son cəhdi, son epizod oldu. Çox möhtəşəm bir mübarizəni şahid olduq. Çox maraqlı bir qarşılaşma izlədik. Ən tepləmdə məhsuldar bir görüş gördük. Liderlərin mübarizəsində, məğlub olmayan komandaların mübarizəsində qələbəni dadan Lənkəran oldu. Lider sırasına onlar yüksəldi. Amma bu gözəl oyun üçün hər iki komandaya təqdir, təşəkkür düşür. Hər iki komanda növbəti oyunlarda, növbəti turlarda uğurlar arzu edirik. Bu dəqiqələrdə sizlərlə mən oldum Mikail Yusufoğlu. Növbəti oyunlarda görüşmək diləyilə. Sağ olun, salamat qalın.